Riverdə short açmışam. Çoxları mənə deyir ki, indikatorun işləmə funksiyasını göstərin canlıda, əməliyyat açanda necə işlədiyini bilmək istəyirlər. Baxın, indikator əməliyyat açmaq üçün deyil, analiz etmək üçündür. Buradakı 5 dəqiqəlik analizdə görürük ki, bir neçə dəfə burada fikir verin. Dəyib dirəncə, sonra stopları yığmaq üçün iynə atıb, düşüb aşağı və retest edib, təzədən dirəncə. Təbii ki, burada mən bunu görən kimi shortu açdım. İndi stopu və profiti hara qoyacağımı da texniki analizə görə anladacağım. 15 dəqiqəlikdə baxanda görürük ki, trend xəttini də aşağı doğru yarıb. Demək ki, bir neçə faktor var short əməliyyatı açmaq üçün. İndi qaydaq mən burada stop bölgəmi yerləşdirim. Baxın, buradan əməliyyat açmışam. Stopu da qoyuram. Haradasa, üzr istəyirəm. Bu bölgələrə. Profitə baxıram. Demək, aşağıdakı dəstək bölgələrinin birinə qoymaq lazımdır. Yəni, əgər 15 dəqiqəlikdə baxsaq, trend xəttinin əvvəlinə, yəni başlanğıc yerinə qədər profiti çəkmək olar. Amma bu bölgələrdə də profit götürmək lazım olacaq. Yəni, əgər oralara gələrsə. İndi hal-hazırda saat 15:02-dir. Bir müddətdən sonra, yəni stop da olsam paylaşacağım, profit də olsa, yəni nə olacaqsa paylaşacağım nəticəsini. Hal-hazırda saat 15:33-dür. Gördüyünüz kimi qiymət yəni aşağıya doğru hərəkət elədi və mən 5 dəqiqəlik keçsəm bu bölgələrdən, yəni bu bölgədən mən əməliyyatın 70%-ni bağladım. Yəni profiti götürüb bağladım və bu bölgəyə qədər gəlməsini gözləyəcəm. Stopu da çəkmişəm girişə və geri də qayıtsa mən artıq bu əməliyyatdan profitlə çıxmış olacağam. Yarım saatlıq qrafikada baxaq. Nəzərinizə çatdırım ki, bu analizin hamısını eləyən ME-Best indikatorudur və ME-Trade Fibonacci indikatorudur. İkisi bir yerdə. Yəni, mən özüm analizə artıq vaxt itirmirəm. Hər birinizə uğurlar arzulayıram.